Atamın qatilinin yanında qalmaq istəyirəm. Ömür. Dünyada ən bahalı şey güvəndir. Ucuz insanlarda olmur. Çalış, sağ qal. Sen dertler içinde açmamış gülsen, ben senin katilin, sen bir ömür bu dünya aram gölge. Hayatın bir Hələ də ərinin qayğısına qalan biri. Etiraf edə ki, o gecə bizim hamımız üçün hər şey bitdi. neyləməliydim? Qoyardım elə də ölsün. Onda mənə ümiddən, gələcəkdən, sevgidən danışma. Danışacağım. Hardaydın? Niye yok oldun? Axı hardaydın bu vaxtacan? Niye gelmedin? Mən bədbəxt kimi sevirəmsə, kimə dəyər verirəmsə itirirəm. Çınar, Ha, sənəm. sənəm. Sənəm? Çınar. Sən Benim... Bak, bu başka güzellik daha. Bu ise tamam başka bir güzellik. qızların heç bir günahı yoxdur. Burax, notebook'u verəcəm. İndi benim oyunumu oynayacak. Görüm, hansının canı senin için notebook'tan daha değerlidir, ha? Yok belə. Hansının canı senin için daha azizdir? Ömrün? Ya? Sənemin. Seçim senindir. Çınar. Bilirsən ki, notebook'u bura gətirəcək qədər axmaq deyiləm. Sənəmi burax, sonra notebook'u verəcəm. Benim daha yaxşı fikrim var. Notebook'u ver. Için daha seçim senindir. Cevap ver. Cevap ver Çınar. Senem ya ömür. Üç çekimi sayıram. 1, 2. Oyuncaq idi, elə bilirlər realdır. Sənəm bacı? Sənəm bacı, nə oldu? Sənəm bacı?
mən əlimi çək. Oğlum yaralandı. Dur xəstəxanaya. Dəymə mən əlimi çək. Sənem yeri deyil indi dur. Ay oğlum. Buradan o tarafa gedə bilməzsiniz. Gözləyin zəhmət olmaz. Üzümü yum bir su vurum üzümü. Ay qardaş. Sən kimsən? Sən canın bağışla. Elə bildim tualetdir. Nə qəşəng otaqdır bura. Ay qardaş, çıx bayra, nə tualet? Ma bax, bura mühafizə otağıdır. İndi kameralara buradan baxırsan. Ay qardaş, çıx bayra, mane olma işinə. Sən canın bir sual da verin. Bu kameralar səs yazır. Lazım deyil sənə biləsən, çıx bayra. Əsəbləşmək zad lazım deyil. Üstümə nə əsəbləşirsən? Bir yüngül işim var, onu görüb çıxıram. Əslində yüngül deyil, bir yarım kiloluqdur. Bir dənə mənim burada əmanətim var, onu götürüb gedirəm qadan-qadan. İcazə olar. Onsuz da yox deyə bilməyəsən, boşuna. Onu götürüb gedirəm. Otur tez elə. Oturun tez elə. Parkovkadan, garajdan çıxaq. Yaxşı. Gedək. Yaxşı. Oturun tez elə. Narahat olmayın, səndən bacıya heç nə olmaz. Mən səni yola saldım da, sən niyə qayıtdın gəldin axı? Salam. Salam. Cahan qəsəbəsinə necə gedə bilərəm? Oradan tam o yana. Sağ ol. Sağ ol. Cahan qəsəbəsi bir nəfər. Salam. Salam. Mən Cahan qəsəbəsinə getmək istəyirəm. Avtobuslar hansı tərəfdən gedir? Avtobusu nə edirsən? Əyləş çıxıram, mən də yol maşınıyım. Yox, avtobusla gedəcəm. Hansı avtobus gedir ora? Avtobusu nə edirsən xanım? 5 saat edəcək, hələ yolda da saxlayacaq. Əyləşin, çıxaq gedək. Verin çantanı qoyun bagajı. Yox, özümdə qalsın. Baxın da. Mən neynirəm? Çınarın yanında. Mən getmək istəmirəm. Getmirəm. Narahat olma, biz səni Çinarın yanına apararıq. Elə bilirsən ki, rəisdən qaça biləcəksən. Neyinirsiniz? Otur dedim. Sonra da məni gətirdilər sənin yanına. Biz bibim gildə düşür, varlığından heç kimin xəbər yoxdur. Üzr istəyirəm, belə qeyri-normal şəraitdə tanış olduq. Mən Çınarı silahla təmin eləyən adam. Çox gözəl. Gedə bilərsiniz, gecəniz xeyrə. Xeyrə qarşı həyat. Ömür. Həyat, ömür ikisi də eyni şeydən nə fərq var? Sağ olun. Deyirlədim gənə. Eləmədilər bir şey. Çınar. Gəl də. Şükür Allah'a kız. Gəlin içeride danışaq. Mənə oyun qurmuşdun sən? Nə demişdin sən? Onu da eləmişik. Sənəmə də gətirdim. Mən nə edə bilərəm ki, sən adamların qabiliyyətsizdir. Bu iş çox uzandı. Notebookdakı o məlumatlar mənə lazımdır, yoxsa mənim özümü götürəcəklər. Sənin əməliyyatdadır. Çınar harda olsa mütləq gəlib ora çıxacaq. İşlər gəldi. Biz də axtarışdayıq. Yox.
lazım idi. Barışı qəbul elə. Allah, mən uğurlamamışım. Halal yolla öz aləmi saxlayan bir insanım. Əgər inanmırsınızsa, ev axtara bilərsiniz. Qal burada. Yaxşı. Qafur. Məncə bunun xəbəri yoxdur, bu bilmir. Nə xəbər yoxdur. Vur gedək. İki gün sonra pullar başqa adamın evindən çıxdı. Qafur. Çınar silaha yığışdır. Birdən şeytan doldurar. Dolu onsuz da narahat olma. Qafur, sən mənə dedin ki, o adamın günahı var. Pis adamdır. Bəli. Amma axtardığımız pullar başqa adamın evindən çıxdı. Onun hesabını kim verəcək? Bizə verilən məlumat budur. Sən tanış oldum. Qızı mənə ata dedi. Hər ata deyəndə mən ölüb dirilirdim. Buna görə də bütün həqiqəti sənəmə danışdım. Qız dəli oldu, məhv oldu. Boşanmaq qərarı verdi. Düzdür, mən boşanmaq istəmirdim. Amma bir notka gör. Əməl Görə bilərsiniz, amma xəstəmiz güllə yarasından gəldiyi üçün öncə polislərimizə sizə təqdim edək, sonra buraxa bilərik. Zəhmət olmasa yaxınlaşın, əyləşin, çağıracaq. Mən də bibisiyəm. Şadam sadəcə sizin haqqınızda heç vaxt mənə danışmıyor və həyatda da görüşməmişik. Ola bilər. Və sizə kim xəbər verdi ki, sənəm buradadır? Xanım, Yaman çox suallar verirsiniz. Polissiz? yox, polis deyiləm. Bəs sizə kim məlumat verib? Mənə sənəm özü. Adınız necə oldu? Adım Qafur. Yaxınlaşın. Sənəm. Sən də sağalacaqsan. Da dərinlə.
Yalvarıram sənə qızım. Sağ ol Rana. Nəsə tapdın? 5 şansımız var. De. Atamın doğum tarixi. Dört şansımız kaldı. Anamın ölüm tarixi. Üç şansımız kaldı. Mənim doğum tarixi ola bilər, amma inanmıram onu yazsan. Anamın doğum tarixi anama çox bağlı idi. Bəlkə də onu yazıb. Deyil. Nömrəsinin son 4 rəqəmi. Bir şansımız kaldı. Bəlkə də mənim doğum tariximdə, amma Nerede doğum tarihi? 1991. Atam məni çox sevirmiş. Onu baha qiymətə sata bildik yaxşı. Zahid Türbendiyev, Qənimət Əliyeva Ayan Çinar qızı, 6 yaş. Onu baha qiymətə sata bildik yaxşı. Çinar qızı, 6 yaş. Onu baha qiymətə sata bildik yaxşı. Kızım. Ayan. Ayan xəstəxanaya çatanda ölməyib. Əməliyyatla böyrəyini çıxarıb. Kızımı sənin atan əməliyyat eləmişdi. Nəsə tapdın? Hardasan? Bu aya olan əməliyyatlar İbrahim Əbilov Rəşadov. 9 yaş. Atandı da bu. Zahid Türbendiyev Qənimət Əliyeva Ayan Çinar qızı,
qiymətə sata bildik, yaxşı. Kızımı sənin atan əməliyyat eləmişdi. Deyirdin dünyada atamdan temiz insan yoktu. Gör necə murdar atam var senin. Bak! Bak! Sen bu kıza necə gördün? Bax, Bak! 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 Yox, Çınar baxa bilmirəm. Deyirdin dünyada atamdan temiz insan yoktu. Gör necə murdar atam var senin. Bak! Bak! Sen bu kıza necə gördün? Sen bu şörpə bağının böreğini necə çıkarttın? Necə gördün buna? məni çünki məndən də qəddar insanlar varmış. Gələcəklər. Harda qaldı ya bu? Dərsdə eləməyəm bacım. Hava da soyuqdur. Gəl bibi. Allah saxlasın. Dayı oğlum. Xahiş eləyirəm. O videolara, şəkillərə bir də baxma. Ürəyim dözmür. Subut et. Bayaq sənin üstə çox gəldim. Elə bilirdim qızımın ölüm səbəbi sniper. Nəsən? Mənim kimi heç üzvə baxan da olmayacaq. Bibi, yaxşı, əsəbləşmə. Sənin xətrinə evlənəcəm. Mənə bax, bibi. Sağ bir söz deyim, amma öz aramızda qalsın. Yaxşı, bu deyəsən ömrün Çınardan xoşu gəlir. Çınarın da ömürdən. Ay bala, tək onlar sağ-salamat olsunlar. Başqa heç nə istəmirəm. Amin, bibi. Mənə bax, hardan bildin? Məni bilmirsən, bibi, mənə vəh gəlir. Mən qızların deyə bilmədiklərini mən hiss eləyirəm. Yaxşı görüm, nağıl danışma. Yola bax. Dayıoğlu, sən neynirsən? Narahat olma, arxa küçəylə gəlmişəm, heç kim görmür. Mən gedirəm, nəsə olsa zəng eləyərsin. Sağ olun. Sənə Yerə o aparıb. Bilmirəm. Niyə soruş? Mən gedəsən. Mənim atam imiş. Bayaq Çınar atasının otağına getdi.
Bu halınla da xoşbəxtsən. Sevincini də bildirə bilmirsən. Bundan sonra rahat ölə bilərsən. Amma mən yazığını eləyəcəm. Amma mənim balam sən olmasan. Selam ki, mənə baxmaq istəyən yoxdur burada. Ha, gəlir ha. Müəllim, sakit olun, bura Ha, xəstəxanadır. gəlir. Bax, mən sizə deyirəm, Kim gəlir? Ha, gəlsə pis olacaq. Kim gəlir? Müəllim, sakit Ha, olun. gəldi. Müəllim, bura Gəldi. Gəldi. Gəlin. Gəldi. Qaldıran. Müəllim, sakitləşin, biraz sakit olun. Müəllim, biraz sakitləşin. Evet de buyur. Öldür. Müəllim, müəllim. Sağaldım. Qorxma mənim. Sənin burada nə işin var? Dayıoğlu dedi ki, buradasan. Mən də maşında sıxıldım, gəldim yanıma. Yaxşı əsir götürməyiblər, bülbül kimi ötərdi. Əyl aşağı otur. Deyirlər ən yaxşı snayper qadın olur. Qadın həkim olar, müəllimə olar, evdar olar. Dayı qadından sifarişli qatil olmaz. Baxır qadın keçmişdə nə yaşayıb. Qadın istəsə hər şey olar. Gərək o bağ almanı dərməzdiniz. Hansı alma? Sakit ol, fikrimi dağıdırsan. Kim gözlürsən? Qafur onların yanına gəlib gəlmədiyini bilib, Qafurdan başqa hamısını öldürməyi. Bəs öldürsən qızının qatilinin... Qızımın qatilinin kim olduğunu bilirik. O artıq həyatda yoxdur. Çünki Qafur, bax, inana bilməm. Çınar,
Hə. Bu da başqa silahlar kimidir. Qoruyucunu açırsan vəssalam. Hə. Niyə soruşursan, hə? Başın xarabdır sənin. Otuz saniye vaxtımız var, gəl. Axmağın biri, axmaq. Otur maşına. Deyin onu. Saxla maşını. Hə? Maşını saxla deyirəm. Düş maşından. Sən nə edirsən? Ne oldu be? Sən nə edirsən? Niyə belə elədin? Ne oldu bakın? Müdürün dəxilsiz bir adamına ateş atsa yerimizi bildilər. Niyə belə elədin? Çünki adam bir vaxtlar məni təcavüz eləmək istədi. Mən də özümə söz vermişdim. O adamı harda görsəm öldürəcəm. İndi başa düşdün niyə? Bey buradadılar. Qız bizə sağ lazım. Neyniyək götürək? Gözlə. Sınav, gəldilər. Bu nə inir ha? Oturun maşına. Dəcəb su istəməmsən bugün. Ha Zılov. Yerimizi sen demiştin onlara ha? Kime Çınar'a? Ne dersin ben? Ay özünü tülküye koyma vururum seni. Vurursam vur. Bak. Day oğlum. Ben bitirərdim. Çox sağ ol. Bu da oyunun bir parçası. Gəlirəm day oğlum. Alt üst oldu. İçəri gəl. Gəlirəm day oğlum. Onları yaxşı tanımırsan, nə bunlar? Qoy mübarək çıxsınlar. Bura çıxdı. Ne inemək istəyir görəsən? Sən. Qafur! Bilirəm sənsən. Niyə belə elədin? Çıx qabağıma. Mən sənin qabağıma çıxsam 30 saniyə sonra öləcəksin. Qafur çıxırsan? Ağıllı danışma, gözün qapıda olsun. Dayaqlıya fikir ver, birdən deşə kasada olar. Birimiz çıxın, rəisə zəng eləyin.
Yoxsa kompüteri deşik-deşik eləyəcəm. Sayıram. 1 2 Yaxşı, yaxşı, yaxşı. Gəlirəm. Müdürə zəng elə. Yaxşı. Notebook'a bir şey olsa müdür məni öldürər. Az danış, zəng elə. Müdür Çınar sizinlə danışmaq istəyir. Notebooku sənə verəcəm. Söz verirəm. İçindəki adlarla bərabər. Amma axşama qədər bana vaxt ver. Hər şey bu gün bitəcək. Bu məndə qalır. Korktum. Elə bildim öldürəcəklər səni. Sonra nə olacaq? Bu qayrət məqsədi ilə bağlıdır. Hatırlamıram. Nə xəbər var? Yanınızda keçmiş. Ana. Çox dəyərli. Eşmək üçün qaç. Xahiş edirəm. Bunu mən üçün elə. Niyə belə edirsən? Niyə küt olacaq? Gedək. Sən bibini aparırsan heç kimin bilmədiyi bir yerə. Əla. Sənəmi də xəstəxanadan götürüb aparırsan. Üçü də bir yerdə qalacaq. Üçü yox, ikisi. Ömür getmir. Çınar, sən özünə qarşı da, ömrə qarşı da haqsızlıq eləyirsən. Ana, nə deyirəm onu deyin, xahiş edirəm. Valideyn üçün ən böyük sevinç evladının çiynində məzara qoyulmasıdır. Valideyn üçün ən böyük dərd evladının ata-ananın çiynində məzara qoyulmasıdır. Bunu mənə yaşatmaqdansa elə buradaca öldür məni, oğlum. Deyirəm ki, axşam saat 10-da görüşürük. Məkanı birazdan atacağım sənə. Çınar, Bəlkə bəsli içdim. dayan, elə sağlıq deyəcəm. Elə hekayə danışır. Gəlir. Qanatlarını isitməyə. Quş da sevinir. Başlayır tülkü. Səni səsini çıxar. Yox o. Ay. Kömək eləmirsən ki. Oy. Mən deyəsən. Amma vav oğlanlar da sənin yanında qələt eləyir. Mən sən üçün o bildiyin qızlardan deyiləm ha. Niyə artın yoxdur sənin? Hə? Niyə hara aparsan məni? Otelə aparsan məni? Mən sən üçün o bildiyin qızlardan deyiləm ha. Mən otelə aparsan. Otur maşına. Mənim yuxum gəlir, mən yatıram. Ha, yaxşı. Sən o tərəfdə oturarsan. Ha, yaxşı.
Sən o tərəfdə otur, maşını sür. Çünki mən sərxoşam, sürə bilmirəm. Sən sürərsən. Tamam. Gözdə bir dənə oturum. Gözdə. Ay. Ha, ört, indi ört. Ay. Ayla ne olar? Ömür. Çınar dedi söyleyendi. Şifrəsin. Mən qızımın qatilini yanıb doktoru tapdım. Doğrudan. Yaxşı, əvəzindən nə istəyirsən? Heç nə istəmirəm. Sənin işin məndəndir. Mən də buradayım. Öldürəsənsə məni öldür. Amma anamla, dayıoğluyla ömürlə işin olmaz. Sənə mən lazımam. Bu qədər qan tökülüb. Axırda da belə maraqsız sonluq. Yaxşı. Heç kimə dəyib toxunmayacaq. Gedə bilərsən. Ha, bir də doktoru bildin. Bəs qızıva güllə atanın kim olduğunu bilmək istəmirsən? Hə? Qafur. Son vaxtlar sən ipə sapa yatmırdın. Sifariş verilən adamın həyat yoldaşı ilə evlənmək nə demək? Lazım deyilsən. Ona görə də səni Qafura sifariş verir. Gəl. Olar. Salam müdür. Dediler sipariş var. Geldim. Var. Oldu. Həll olunacaq. İçine at. Niye? Kimdirsə səhərə sağ çıxmayacaq. Çınar yoluna qoyar. Aç bax. Yaxşı. Çınar. Niye Çınar'ın şəkli buradan çıxır? Bu nə zarafatdır belə? Çınar bu akşam ölməlidir. Niyə? Nə inib Çınar? Əmir müzakirə olunmur. İcra olunur. Məmnun edim mənim. Niyə? Birinci olmaq istəmirsən? Sifarişi ver başqasından. 200.000. Ölümündən sonra. Əks halda o zərfdən biri də Çınara gedəcək. Amma içindən
sənin şəkli çıxacaq. Sevindir məni. Qiymət olan notebook'u verdin. Mən də sənə qızımın əsl qatilini. Siz məni heç vaxt düzgün qiymətləndirmədiniz. Gafur! Ne kadar pula satıldın? Bu pul söhbəti deyil. At söhbətidir. Başa düşərsən. Uşağın günahı neydi? O gecə qızın yox, sən ölməliydin. Uşağı vurmaq istəməyib. Məni öldürmək istəyib. Ayağın güllənin qabağına keçib. O güllə kar sənə deyildi. Çınarın yanında bir qız var. O hər şeyi bilir. Silahını alırıq. Sonra hamısını öldür.